asan hərəkətlərdən biri. Əyləşmək, oturmaq və qalxmaq və ya qalxmaq. Xoşlamaq və sevmək sözləri müəyyən cümlələrdə eyni mənalı işlədilsə də işarə dilində tamam fərqli hərəkətlərdədir. Sevmək belədir. Yalnız sağ əli sol tərəfdə, yəni ürəyin üstündə bu şəkildə tuturuq. Sevmək. Xoşlamaq isə O hərfini çənədən aşağıya doğru atırıq. Xoşlamaq, xoşlamaq. Sevmirəm, sevmirəm. Xoşlamıram, xoşuma gəlmədi. Bir də var nifrət etmək. Belə eləyirik və qarşı tərəfə belə atırıq. Nifrət etmək, nifrət etmək. Ən asan hərəkətlərdən biri. Bilmək, yenə əl fərqi yoxdur. Bilmək, artıq ikinci bir barmaq burada köməyimizə çatır. Belə atırıq, bu da bilməmək olur. Bilmək, bilməmək. Növbəti bir hərəkətimiz isə bacarmaqdır və yaxud da bacarmamaq. Və sonuncu, bu video üçün sonuncu sözümüz başa düşmək sözüdür. Yenə burada V hərfindən kömək alacağıq. Hərəkətimizi belə saxlayırıq və başdan gətirib əlimizi açırıq. Başa düşmək. Başa düşmədim. Başa düşdüm.